Regionlarda işə götürənlərin uyğun kadr tapmaqda ən çox çətinlik çəkdiyi sahələr açıqlanıb. Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Nicat Həmidov bildirib ki, son bir ilin statistikasına əsasən şirkətlər ən çox texniki ixtisaslar, satış və maliyyə sahəsində işçi axtarışındadır. Lakin müraciət edənlərin çoxu ya təcrübəsiz, ya da müasir dövrün tələbi olan rəqəmsal bacarıqlardan uzaqdır. Sorğu nəticələri göstərir ki, regionlarda məşğulluq məsələləri yalnız vakansiyaların sayı ilə məhdudlaşmır. Əsas problemlər vakansiyaların strukturu ilə mövcud namizəd profili arasında uyğunsuzluqlardan qaynaqlanır. Son bir il ərzində ən çox vakansiya elan edilən sahələr arasında texniki ixtisaslar, satış və marketinq, mühasibatlıq və maliyyə, tikinti və fiziki işlər, eləcə də kənd təsərrüfatı və heyvandarlıq sahələri də ön plana çıxmışdır. İşə götürənlərin ən çox çətinlik çəkdiyi əsas sahələr sırasında satış və marketinq, texniki ixtisaslar, mühasibatlıq və maliyyə yer alır. Bundan əlavə tikinti, fiziki işlər və ticarət sahəsi də kadr çatışmazlığı yaşananlar sırasındadır. Turizm və xidmət sektoru üzrə bu göstərici 8,6%, kənd təsərrüfatı və heyvandarlıq sahəsində isə 7,7% təşkil edir. Siyahıda ofis və inzibati dəstək işləri və tibb sahəsi üzrə işçi çatışmazlığı da var. Bu namizəd tapmaqda çətinlik çəkən işə götürənlərin əsas problemləri peşə bacarıq çatışmazlığı, peşə bacarıqlarının olmaması, regionda müvafiq sahə üzrə mütəxəssis çatışmamazlığı, namizədlərin təcrübəsizliyi, ümumi iş vərdişlərinin zəifliyi, əmək haqqı gözləntilərinin yüksək olması və namizədlərin rəqəmsal bacarıqlarının çatışmamazlığı kimi qeyd olunmuşdur. Bildirilib ki, indi sadəcə diplom kifayət etmir. İşə götürən həm praktiki bacarıq, həm də rəqəmsal savadlılıq tələb edir. Bu boşluğu doldura bilməyənlərsə minlərlə vakansiyanın fonunda işsiz qalmaqda davam edir. Kənan Qafar, Üzeyir Ağayev, Xəzər xəbər.